Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Essalatu vesselamu ala rasulina Muhammedin ve ala alihi ve sahbihi ecmaîn. Amma ba'd. Esselamu aleyküm ve rahmetullah. Əziz və dəyərli müsəlman bacı və qardaşlar, sizlərə söz verdiyimiz kimi Məzdəkiyyə hərəkatını da çəkməyə başlayırıq Allahın izni ilə. Məzdəkiyyənin Babək hərəkatı ilə və ya Xürrəmə hərəkatı ilə nə əlaqəsi var? Yəni biz bundan öncə Xürrəmiyyə hərəkatın videosunu çəkdik, oxuduq sizlərlə. Burada Məzdəkiyyə haqqında da məlumatlar keçmişdir ki, Xürrəmiyyə Məzdəkiliyin bir davamı olaraq, bir qolu olaraq ortaya çıxmışdır. İndi isə Xürrəmiyyə hərəkatını və Babək hərəkatını yaxşı anlamaq üçün Məzdəkiyyə hərəkatını da və ya məzhəbini də sizlərlə oxuyaq. Məzdəkiyyə 5-ci əsrdə İranda ortaya çıxmış dualist və gnostik hərəkatlı reformist bir hərəkatdır. Məzdəkiyyə adının mənşəyi nədir? Bu hərəkat adını Sasanilər dövründə Qubadın səltənəti zamanı, yəni Sasanilər zamanında Qubad hakimiyyətdə olduğu zamanda yaşamış və bir növ kommunal cəmiyyət quruluşunu müdafiə edən İranlı reformist Məzdək İbni Bəmdaddan almışdır. Yəni bu məzhəbin adı qurucusundan almışdır. Məzdəkiyyə hərəkatının əsl qurucusu əslində kimdir? Hərəkatın əsl qurucusunun Məzdəkdən 2 əsr əvvəl yaşamış Fars ölkəsində Fəsa baş keşişi Xurraqanın oğlu Zərdüşt olduğu bilinir. Yəni dolayısıyla Babək hərəkatı Xürrəmiyyə, Xürrəmiyyə hərəkatı Məzdəkiyyə, Məzdəkiyyə hərəkatı Zərdüştə gedir, dayanır. Bunların hər biri bir-birinin bir alt qolu şəklində davam edir. Məsudinin Məzdəkiyyə haqqında kitablarında qeyd etdiyi görüş nədir? Məsudi Məzdekiyyəni kitablarında zındıq olaraq qeyd edir. Məzdəkin fəlsəfə və sosial görüşləri. Məzdəkin qaynaqlara nisbət edilən ən vacib görüşləri insanlar arasındakı qısqanclıq və anlaşılmazlıq səbəblərini ortadan qaldırmaq, mülkdə və qadınlarda ortaq istifadə haqları gətirməkdir. Yəni, mülkdə, bir mülk üzərində bütün insanlar bir növ təsarruf sahibidir, yəni istifadə etmək sahibidir. Amma zor güclə yox, xoşluqla. Bir də qadında. Bir qadın bir neçə kişilə cinsi əlaqədə ola bilər. Yəni, bu da zor güclə yox, amma qanuni olaraq mümkün olmalıdır ki, bugün də bir neçə məzhəblərdə və ya bir neçə ölkədə bunlar həyata keçirilir. Ona görə insanlar yaratılışda bərabərdir. Bu səbəbdən mövcud bərabərsizliyə son qoymaq lazımdır. Yəni, məsələn, bir qadının sadəcə bir kişi ilə cinsi əlaqədə ola bilməsi, yəni bunların etiqadına görə, inancına görə, yəni bərabərsizlikdir, əslində bu bərabərsizlik ortadan qalxmalıdır və qadınlara bir növ özgürlük verilməlidir və qadın bir neçə kişi ilə evlənə bilər və ya cinsi əlaqələrdə ola bilər. Yəni bu cür sapqın etiqad, yəni bir növdə bu namussuzluq, qeyrətsizlikdir. Məzdək bildirir ki, Tanrı yeməkləri, qidaları bərabər şəkildə istehlak etmək üçün, istifadə etmək üçün vermişdir. Lakin insanlar belə davranmır. Buna görə də varlıdan alıb kasıba vermək lazımdır. O, arzu, qəzəb, intiqam, ehtiyac və acgözlük şeytanlarını yox etmək üçün malların və qadınların paylaşılmasını tövsiyə edir. Yəni, dedik ki, bundan 2 əsr əvvəl əslində bu inancın təməlini Zərdüş qoymuşdur. Yəni, Zərdüş bu məsələ haqqında nə deyir? Zərdüş isə hər kişinin istədiyi qadınla əlaqə qura biləcəyini söyləyirdi. Bunların, bu görüşlərin təməli harda olub? Sasanilərdə. Yəni, o adət hələ bu şəkildə davam edərək gəlir. Yəni, bunun da adı İslam olub. Və Qubad da, yəni o zamanki Sasani hökmdarı da zadəganların həyat yoldaşlarının zina etməsinə
icazə vermişdir. Yəni bu cür sapqın etiqad bu günümüzdə İslam etiqadı və ya İslam inancı və ya İslami bir forma alıb devam edir. Yəni namussuzluq İslam adı altında devam edir. Qubadın məzdəkiliyi qəbul etməsi və nəticələri. İndi burada oxuyacağımız bölümdə Qubadın məzdəkiliyi qəbul edir və bunda nəticələr nə olur, nə baş verir bundan bəhs edir. Yəni Qubad Sasani hökmdarıdır. Niyə məzdəkiliyi qəbul etsin ki? Çünki özünə sərf edir. Özü müəyyən qədər zəifləşib, dövləti zəifləyib, amma ölkədə varlılar, imkanlılar var. Onların mallarını müsadirə edəcək və bununla da nə edəcək? Öz dövlətini gücləndirmiş olacaq. Bu səbəbdən dolayı da o dini o zaman qəbul edir. Qubadın məzdəkiliyi qəbul etməsi ilə mülkün yenidən paylaşımı və qadınlar mövzusunda ortaq istifadə tətbiqləri qarışıqlara yol açmışdır. Nəticədə üsyanlar və talanlar başladı. Qubad 496-cı ildə zadəganlar və din xadimləri tərəfindən vəzifədən azad edilərək həbs olundu. Yəni buradakı din xadimləri məzdəki olmayan din xadimləri, dövlətin o zamanki dini nədirsə, yəni bunlara uymayan din xadimləri tərəfindən və zadəganlar da öz mallarını, mülklərini paylaşmaq istəmədiklərindən, yəni onlar birlik edir, Qubadı hakimiyyətdən alırlar. Yerinə qardaşı Casamb gətirilir. Qubad bir müddət sonra Hafteritlərin dəstəyini alaraq hakimiyyəti yenidən ələ keçirir. 528-ci ildə Qubad Mehrican bayramı zamanı Məzdək tərəfdarlarına qarşı ümumi bir qırğın təşkil edir və Məzdək Qubad və ya oğlu Ənuşirvan tərəfindən öldürülür. Yəni burada öldürən ya Qubaddır və ya oğlu Ənuşirvandır. Yəni artıq burada nə olursa sonradan hakimiyyətə gəldikdən sonra Məzdəkilərlə fikirləri üst-üstə düşmür. Qubadın yerinə keçən oğlu Ənuşirvan dönəmində 531-ci ildə Məzdəkilər ikinci dəfə qırğına məruz qalırlar və kitabları yandırılır. Elhamdülillah. Bu qırğından sonra Məzdəkilik tərəfdarlarının kimliklərini gizlətməsi səbəbilə qaranlıq bir məzhab halına gəlirlər. Qırğından xilas olan Məzdəkilər ya gizlənirlər ya da Orta Asiyanın Sasani hakimiyyəti xaricindəki bölgələrinə qaçırlar. İslamın başlanğıcında onlar İranın müxtəlif yerlərində əsasən kənd bölgələrinə dağılmış vəziyyətdə yaşayırlar. Rey və Həmədan bölgəsində onlara Məzdəkiyyə, Gürcəndəkilərə Mühəmmirə eyni zamanda Xürrəmlərə də verilən bir addır. Orta Asiyada isə Mübəyyizə deyilirdi. Yəni elə bu Mühəmmirə, yəni Xürrəmi hərəkatıdır. Burada keçən Mühəmmirə, yəni Məzdəkiyyənin qolları olan Mühəmmirə, Mübəyyizə bunlar Xürrəmi hərəkatının özüdür. Məzdəkiyyənin təkamülü və təsirləri. 8-ci və 9-cu əsrlərdə Məzdəkiyyə hər biri bir şəxsin adı ilə anılan çoxsaylı alt qruplara ayrıldı. 8-ci əsrdə Keysaniyyə ilə birləşərək bu ittifaqdan Əbu Müslimiyyə, Sünbaziyyə, Müqənniyyə və Xürrəmiyyə kimi qruplar meydana çıxdı. Bunlar haqqında Xürrəmi hərəkatında məlumat vermişdik. Məzdəkiyyə ilə bağlı son məlumatlar Elxanilər dövrünə aiddir. Məzdekiyyənin əsasən Batiniyyə və İsmailiyyə olmaqla Xürrəmiyyə, Mübəyyizə, Mühəmmirə, Müqənnəiyyə və Ravəndiyyə kimi məzhəblərə də təsirli olmuşdur. O məzhəblər Məzdekiyyədən təsirlənmiş və onun görüşlərini özlərinə almışdılar. Yəni, bütün bunlardan anlaşılan Xürrəmə hərəkatının Məzdəkiliyin davamı olmasıdır. Yəni, Xürrəmə hərəkatı bərabərdir Məzdəki hərəkatı. Yəni, o hərəkat qalib gəlib davam etmiş olsaydı, yəni, bugün o torpaqlarda İslam yox, yəni Məzdəki dini davam edərdi. Amma elhamdülillah ki, İslam qalib gəldi, haqq olan din qalib gəldi. Elhamdülillahi Rabbil alemin.